Göylər kəndinin keçmişindən danışarkən, Sovetlər dövrünün bircə təsərrüfat illəri maraqlıdır. Çünki kəndimizin inkişafında, yüksəlişində həmin dövrün özünə məxsus yeri vardı. Bircə təsərrüfat illərində təsərrüfat sahəsinin bir çox qolları, bir çox yönləri inkişaf etmişdir. Həmin dövrdə ən maraqlı sahələrdən biri də, ən maraqlı peşələrdən biri də sürücülər idi. Bir zamanlar Göylər kəndində sürücü işləmək prestijli bir iş sayılırdı. Sürücülərin kənddə xüsusi yeri vardı. Toy məclislərində sürücülər üçün ayrıca bir stol açılarmış. Kəndimizin keçmiş bircə təsərrüfat dövrünün rəhbərlərindən olan Yusif Kərimovun xatırladığına görə, o illərdə Göylər kəndinin təsərrüfatında çalışan texnikaların sayı 250-dən artıq olmuşdur. Və biz bu verilişimizdə həmin dövrün sürücülərini xatırlamaq qərarına gəldi. Elə müsahibimiz də o illərdə Göylər kəndində sürücü işləyib. Səfayəddin Rüstəmov. Xoş gördük Səfayəddin sizi. Dəvətimizi qəbul edib, çəkilişə razılaşdığınız üçün sizə təşəkkür edirik. Bugün siz o dövrdə işləmiş, o dövrün sürücülərindən həyatda olan az saylı insanlardan birisiniz. Əvvəlcə özünüz haqqında qısaca bir məlumat verməyinizi xahiş edərdik. Əvvəla xoş gəlmisiniz. Özüm haqqında da demək 1953 anadan olmuşam. 70-ci ildə orta məktəb qurtarmışam. Sonra o vaxtı voyinkomat şotuna, voyinkomatdan göndərirdilər. Sürücülük kursuna daxil olmuşam, oxumuşam, pravar almışam. Sürücülük vəsiqəsini. Sonra gedmişəm əskərliyə, orada da maşında işləmişəm, şoför kimi. 3 ay bizə qarantin olub, 3 aydan sonra maşın veriblər, işləmişik. 74-cü ildə əskərlikdən gəlmişəm. Gəlmişəm burada, o vaxtı deməli kolxozluq dövrü oçeletə dururdum, sürücü işləmək üçün. Oçeletə dururdum, oçun satanda... Yəni ki, sürücü olmaq üçün uzun bir növbə olurdu. Uzun növbə olurdu. Peşəyə böyük maraq vardı. Orada məndən irəlidə növbədə 20-30 nəfər olub. Bir il burada kolxozda işləmişəm, görmüşəm, mən oçur çatmayacaq. Növbəmə hələ çox var. Gedmişəm Bakıda işləmişəm, avtocapsaz zavodunda, bir ildə orada çalışmışam. Oradan da 76-cı ilin sentyabr ayında gedmişəm Komisterə. Rusiya Federasiyasına. Rusiya Federasiyasına. Orada da fəhlə işləmişəm, meşə qırırdıq. Bir il işləmişəm orada. Sonra gəlmişəm bura. Burada təbiət müəllim var idi. Təbiət İsmailov. Təbiət İsmailov. Çox yaxşı da insan idi. Göylər təsərrüfatının həmin dövrdəki rəhbəri. Burada da bir maşın var idi, Qaz 63 deyirdilər. Deməli, Qaz 51 tipli maşını da özü irəlidə də mostu vardı, arxada da. Bu maşını da saxlayırlar istisata. Allah rəhmət eləsin, Bilal babanın gəlinin qardaşı idi, təbiət müəllim. Onun köməkliyi ilə o maşını mən götürmüşəm, demişəm yığacam. O maşında deməli, vayan uçotda idi, qoşa defir olduğuna görə. Arxa mostu, qabaq mostu ikisi də çəkirdi. O maşını istisata da elə saxlamaq gərək voyinkomatın icazəsi olaydı. Mən götürmüşəm o maşını, yığmışam, düzəltmişəm, çıxmışam işə, təbiət müəllimin dövründə. Sonra bir ildən sonra, 3-4 aydan sonra
təbiət müəllim çıxıb, Vəli Hidayətov gəlib yerinə. İşləmişəm onun dövründə də, gəlib bir ilin tamamında deyiblər ki, bu maşın qalsın üstüsata. O maşın qalıb üstüsata, mən götürmüşəm Qaz 51. Boş maşın olub, veriblər qarajdan, o götürmüşəm, onu da işləmişəm. Sonra 90-cı ildə Qaz 53 gedib Qorkudan gətirmişik. Onu da işləmişəm Qaz 53-də. O vaxtı, yəni hər dövrün mənfi cəhətdə var, müsbət cəhətdə. O dövrün müsbət cəhəti o idi ki, yəni işsiz qalmaq mümkün deyildi. İşlə hər vaxtı istər fəhlə olsun, istər savadlı adam olsun, işlə təmin olunardı. 98-ə qədər, 97-yə qədər, kolxoz savxoz ləğv olunana qədər işləmişik. Yaxşı idi o vaxtı. Yəni gedirdik, yemə gedirdik, kolxoz üçün yem gətirirdik, taxıl daşıyırdıq, ot saman, bütün sahibin fəhlə, yəni işsiz qalmırdıq. Bax, sizin işlədiyiniz dövrdə, yəni deyək ki, 76-cı ildə Göylər kolxozunda siz sürücü kimi başladınız işə. Həmin dövrdə Göylər təsərrüfatında hansı nəqliyyat vasitələri, hansı texnikalar var idi? Texnika çox idi o vaxtı. Yəni bu maşın növünə aid olanda, deməli Qaz 51-dən tutmuş, axırda Kamazlar gəldi. Kamaza qədər bütün texnika var idi. Sonra zillər var idi, zil maşınlar, Bartavoyda vardı, Samasvalda var idi. Ən çox, əsas hansı maşın üstünlüyü təşkil edir? Əsas uzaq resə getmək üçün Qaz 53 zillər idi, Kamazlar idi. Yaxın məsafələrə fəhlə daşımağa, ondan sonra bu otasamana, bu Qaz 51, Qaz 52, bax belə maşınlardan istifadə olunurdu. Və siz gələndə həmin dövrün Göylərin o dövrki məşhur sürücülərin xatırlaya bilərsinizmi? Kimlər var? Bəli, o vaxtı Allah rəhmət eləsin, yəni hamısı dünyasını dəyişib, onların çoxu dünyasını dəyişib. Rəhmətli Babaşın əmi idi, rəhmətli Rövşən əmi idi. Onlar yaşlı sürücülər idi. Bizə də onlar, biz cavan olanda, biz o qaraca təzə gedəndə, onlar bizə öyrədirdilər, bərs sür, yavaş sür, maşının burası baxçınla, orası xarabdır, düzəldcinə, belə. Sonra rəhmətli Mikailov İşra, yəni uzaq resə gedirdi, Zil Bartavoy maşını var idi. Yəni yaxşı insanlar var idi. Hər vaxt görürdüm, kömək lazım olanda bir-birimizə kömək eləmişik, yaxşı yoldaşlığımız olub. Sonra çayda bağımız vardı, satışa üzüm aparırdıq. Orada bir gedirdik, bir gəlirdik. Yolda birimizin maşınımız xarab olanda o bir ki kömək edirdi. Belə-belə. Yeri gəlmişsən, sizin bu sahəyə, yəni sürücü olmağa marağınız nə vaxtdan yaranmışdı? Marağım elə uşaqlıqdan. O vaxt bu sürücülərə bu məclisat adda hörmət də olurdu. Ondan sonra yəni uşağın elə birinci bir uşaq vaxtı deyirdik ki, sürücüləri elə bilirdik ki, bir böyük vəzifə sahibidir. Sonra indi laf sonralar gördük ki, elə sürücü də, fəhlə kimi də, yəni bir sənətdir. O körpəlikdən elə maraq olub, uşaqlıqdan. Sonra özüm uşaq vaxtı kolxoz işinə getmişəm, 7-də, 8-də oxuyanda. Gedirdim o şoförlərdən
öyrənirdim, alım maşınlarını sürürdüm. O da yəni bu çöl sahəsində məsəl üçün hamar yerdə verirdilər maşını. Sonralar elə oldu ki, yəni öyrənəndən sonra şofer otururdu, maşını götürür, gelib kombaydan taxıl daşıyırdı. Yəni hələ onda heç prava almamışdım. Gedirdim o maşınla, gətirirdim, orada fəhlələr əllə, onda qabaq deməli bu portable maşınlardan əllə boşalırdı taxıllar. Mən o maşında fəhlə idim. Deyirdim şoferə, o şofer görürdü ki, sürə bilirlər. Verirdim maşını, özümüz ki, verirdim qambayın altına, qambay boşaldırdı, mən də gətirib boşaldırdım xarmana. Bax, belə-belə, yəni mən avtoşkolunu qutaranda mən hazır, yəni bu hərəkət qaydalarım yox, amma bu çöldə, düzdə öyrənmişdim maşın sürməyə. Siz belə başa düşdüm ki, sürücülüyə uşaqlıqdan da maraq yarandığına görə, daha sonra da təsərrüfatda bir neçə dəfə siz maşını da dəyişmişsiniz. Bəs yaxşı, göylər təsərrüfatında ən çox xoşunuza hansı maşın gəlirdi ki, o maşını həmişə sürmək istəyirdi? Elə, yəni hər dövrün özünün texnikası olub da, Cavit müəllim. Demək, Sifdə Qaz 51. Kolxozun 90-95% işin Qaz 51 görürdü. Sifdə maraq olub Qaz 51-ə, sonra Qaz 53-ə, zilə, belə-belə. Yəni, bir ara dedim, hər dövrün özünün, Kamazlar axır vaxtlarda çıxdı. Yəni, o vaxtı Kamaz yoxdur. O vaxtı ən kolxozun işini aparan o Qaz 51 maşınlarıdır. 2 ton yarım yük tuturdu o Qaz 51-lər. Ancaq o Qaz 51, sonra Qaz 52 çıxdı, sonra Qaz 53 çıxdı, zillər çıxdı. Bu Kamazlar lap axır vaxtlar kolxoz dağlana yaxın Kamazlar çıxdı. O dövrün deyirsiniz ki, özünüz də qeyd etdiniz ki, o dövrdə məclislərdə sürücülərə yaxşı baxırdılar, kənd arasında da həmişə barmaqla göstərilirdi. Yaxşı, məclislərdə o sürücülərdən kimləri xatırlaya bilərsiniz? Ki, o sürücülərin stoluna həmişə əlavə araq göndərilərdi, yemək göndərilərdi. Bax, o sürücülərdən xatırlaya bilərsinizmi? O sürücülərdən elə əksəriyyətinə, yəni o sürücülərin hörmət var idi. Əksəriyyətinə. Bax dedim, yəni sürücü də rəhmətli Babaşının əmini dediyim, rəhmətli Mikailov İşrahı dediyim, onlar var idi, çox idi o yaxşı sürücülərdən, yəni yaxşı hörmət. Hörməti də indi bir şofer işləməklə də ölkəni cəmaət xalqısında da biraz hörmət qazanasan. Elə o şoferlərin əksəriyyətinə, hamısına elə yəni hörmət var idi. Səfayəttinə mi? İstərdim ki, söhbətimizin mövzusunda bir balaca dəyişiklik edək. Adətən biz də çöldən dağa doğru getmişik. Çöldə anadan olub, dağda yaşamışıq. Daha sonra da həmişə bizdə bir dağa can atma olubdu. Amma siz əksinə, dağdan çölə gəlmişsiniz. Bu necə baş verdi? Bu ən birinci mənim səyahətimlə əlaqədar. Buranın havası, yəni siz deyirsiniz, əvvəl yaşayış çöldə olub. Dağa bu tərəkəmələr heyvanqara çıxardıblar 1 ay, 2 ay. Sonra yavaş-yavaş gəlib, sonra bu üzüm bağı əkiləndən sonra bu cəmaət gedib dağda, özdə o vaxtı cüvənib bütöv işləyirlərmiş. Daha sonralar bu bağarası traktorlar çıxdı, insiz traktorlar. Ancaq təhəngin dibi qalırdı da.
40 santı, 30 santı. Amma ondan əvvəl o bütövcüyə deyirik, o riyadi bütöv işləyirlərmiş fəhlələr. Səhər-səhər buradan gedirlərmiş, orada bir cüvə, para cüvə, 2 cüvə, kim nə işlədi, axşam da, gecə də qayıdıb gəlirlərmiş bura. Bu əziyyətə görə bu cəmaat yığışıb Dağgöylərə. Yaşayış burada olub. Əsas buradan köç başlayıb, müharibədən sonra, 41-45-dən sonra. Deməli, o vaxta qədər 2 yerdə bağ olub da, Dağgöylərdə. Bir Şallalı deyirik biz, bir də Qazanov deyirik də, bu 2 sahədə olub. Üzüm bağı. Sonra müharibədən sonra bu üzüm bağı artdığı zaman fəhliyə tələbat çoxalır, buradan da adam yığılır, gedir. Ondan sonra bu adam demək, yavaş-yavaş köç eləyir Dağgöylərə. Amma siz də Dağgöylərdə yaşadınız, işlədiniz və sonra birincisi doğru gəldiniz. Çöl həyatı necədir sizin üçün? Çölün həyatı çox yaxşı. Əvvəla buranın havası dağ havası kimi deyil. Buranın havası yüngəldir. Ondan sonra biz həmişə əziyyətlə yaşamışıq da. Əkmişik, biçmişik, işləmişik. Burada da yəni həyətdə əkirik. Ondan sonra heyvan qara saxlayırıq. Dolanacağımız heyvan qara iləndir. Ondan sonra bu əkərə iləndir. Bizim əkin sahəmizin də çoxu buradadır. Ona görə yəni burada yaşamaq olur. Siz çölə köçərkən, hələ çölün demək olar ki, ən çətin dövrləri idi. İşıq yox, qaz yox, su yox. Necə öyrəşdiniz? Dağda, həyətdəki quyunu, bulaqdakı suyu, işığı qoyub necə bir çölə öyrəşdiniz? Demək, düz deyirsiniz. Amma Allah rəhmət eləsin, İrəm əmiyə. Allah rəhmət, o kişi cənnət alıb oturub. Əvvəl su sarıdan, ən birinci su sarıdan çox əziyyət var idi. O su çəkiləndən sonra, indi sudan sonra işıq da düşdü qaydasına. Ondan sonra qazımız da gəldi, internetimiz də var. İndi istər Bakıda otu, istər Çölgöylərdə otu. Həmən oradakı şərait burada da var. İndi o Bakıda, məsələn, bizim Dağgöylərdə mənim 6 sot həyət yanı sahəm var. 6 sotda mən heç nə elə bilmirəm. Burada biraz geyişdi. Onunla hər sahədə bağ dedim. Qazımız, suyumuz, işığımız, internetimiz, televizyon, hər şey var. Yəni Bakı ilə bir var, Bakıda laf yaşayırsan 10-cu mərtəbədə. Amma sən həyat yanın yoxdur. Çıxıb bir yerdə təmiz hava ala bilmirsən. O bir iki tərəfdən də, indi məsələn Dağgöylərdə çox adam heyvan qara saxlamır. Burada biz bu heyvanı saxlayırıq, yediyimizin heç olmasa bir 50-60% təbiidə təmizdir. Amma Bakıda yaşasam, mən indi Bakıda da gedib yaşaya bilərəm, amma Bakıda yaşasam, mənim o yediyimin 70-80% mən bilirəm ki, yəni istədiyim kimi deyil. Müqayisə apararkən o dövrlə bu dövr, 70-80-ci illər, bir də indiki dövr. Heç darıxmısınız o dövr üçün? Yox. Yusuf Cavad müəllim, hər dövrün özünün yəni mənfi cəhəti də olur, müsbət cəhəti də olur. Bax, o dövrün mənfi cəhəti nə idi? O dövrün mənfi cəhəti necə deyim, bu vəzifə sahibləri yəni nə dedi o idi.
Amma müsbət cəhəti də çoxudur. Məsələn, bir adı dedim, işsizlik o vaxtı bir adam işsiz qala bilməz. İndi bizim cavanlarımız, baxırsan, iş yoxdur, nə işləsin, hara geçsin. Amma o dövrdə heç kəs, əgər bir adam işsiz qalsaydı, 1 il, 2 il, o çağırırlar ki, sən niyə işsizsən? O müsbət cəhəti idi o dövrün. Mənfi cəhətini də dedim. İndi bu dövrdə də müsbət cəhət daha çoxdur. Ona görə ki, məcbur eləmir ki, sən gedinən, sən bu günləri saat 6-da çıxacaqsan, gecə saat 9-da gələcəksən. Məcbur eləmir ki, gedinən işlərlə, heyvandarlıqla məşğul ol, ged əkinçiliklə məşğul ol, tikinti ilə məşğul ol. Ki, nə istəyirsən işlə, çörəyi çıxart. Bu dövründə yaxşı xüsusiyyətləri var, o dövründə. Dünya yaranandan belə olub da, Cavit müəllim, mənfi cəhət də olub, müsbət cəhət də olub. Elə. Safa həyatım, siz Rüstəmli əqrəbəsindənsin. Rüstəmli əqrəbəsi kəndimizdə öz dəsti xattı olan, həm də böyük əqrəbələrdən biridir. Rəhmətli Zöhər Rüstəmov sizin əqrəbanın sonraki dövrlərdə gəldiyini qeyd eləmişdi. Siz bu haqda yaşlılardan nə eşitmişsiniz? Yəni, kəndə nə dərəcədə gəlmə və yaxud yerli olması haqqında? Rüstəm mənim atamın babası olub. Onun da atası Qasım olub. Dağıstanla gəlmədi. Əslimiz o dəqiq bilirəm. O dəqiq eşitmişəm, Dağıstanla gəlmədi. Yəni, yaşlardan eşitmişsiniz mi? Yaşlardan eşitmişəm, o dəqiq ki, Dağıstanla gəlmədi. İndi hardan gəlib, nətər gəlib, o yalan deyərəm, o vaxtda məlumatım yoxdur, amma Dağıstanla gəlmədi.